Barəsində cinayət işi açılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ən yaxın silahdaşı, Administrasiyanın İctimai Siyasi Məsələlər Şöbəsinin keçmiş müdiri Əli Həsənovun mülklərinin siyahısı yayıldı. Bu siyahıda Kaspi Təhsil şirkətinin adı yox idi. Bilirsiniz ki, Elm və Təhsil naziri Emin Əmirullayev və Təhsil İnstitutunun direktoru Elnur Əliyev Kaspi kurslarında çalışıblar. Məlum olur ki, onlar bir müddət əvvəl Kaspi kurslarını 36 milyon manata alıblar. Bu, Azərbaycanın büdcəsindən əldə edilən pullarla həyata keçirilib. Bunu təhsil üzrə ekspert Elşən Qafarov bildirib. Sonra da təhsil büdcəsinin hara xərcləndiyi ilə maraqlanırlar. Bir liseyə bu qədər vəsait sərf edilibsə, inanıram ki, Emin Əmirullayevin və Elnur Əliyevin təhsil büdcəsindən əldə etdikləri və xaricə çıxardıqları vəsaitlə bağlı paylaşımlar olacaq deyə o qeyd edib. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır. Salam, hörmətli həmkarlar, hər birinizi xoş gördük. Bu istirahat günündə sizə xoş istirahatlar arzulayıram. Və istirahat günü olduğu üçün bugünkü videonu çox qısa yazacağım. Dünən, ümumiyyətlə bir neçə gündür Ramiz Mehdiyevlə bağlı sosial şəbəkələrdə və mətbuatda gedən yazıları görürsünüz. Dünən başqa bir yazı getmişdi və vaxtilə Ramiz Mehdiyevin ən yaxın silahdaşlarından biri olan Əli Həsənovun 2 milyardlıq mülkləri və bu məqalədə mənim diqqətimi cəlb edən bir nüans oldu. Vaxtilə Əli Həsənovun olan Kaspi şirkəti, təhsil şirkəti, hansı ki Kaspi liseyləri və Kaspi kursları bura daxildir. Bu mülklərin arasında görmədim. Amma biz illərlə Kaspi kursunu və kurslarını və Kaspi liseylərini məhz Əli Həsənovun olduğunu bilirdik. Sonra da məlum olur ki, vaxtı ilə hansı ki Emin Əmirullayevlə Elnur Əliyev bu Kaspi kurslarında işləyiblər, ya bir müddət əvvəl 36 milyon manata Kaspi kurslarını alıblar. Bunlar Emin Əmirullayev və Elnur Əliyev Azərbaycan büdcəsindən oğradıqları pullarla vaxtı ilə işlədikləri və tanış olduqları Kaspi təhsil şirkətini satın alıblar. Nə az, nə çox 36 milyon manata. Sonra da təhsil büdcəsinin hara getdiyi ilə bağlı maraqlanırıq. Hələ bu təkcə bir şirkətdir, bir liseyləri alıblar. Emin Əmirullayev, Elnur Əliyev bugün Əli Həsənovun mülklərinin siyasi çıxır, Ramiz Mehdiyevin siyasi çıxır. İndi onların əlində olan səlahiyyətlə sizin əlinizdə olan səlahiyyət arasında yerlə göy qədər fərq var. İnanıram ki, tezliklə Emin Əmirullayev və Elnur Əliyevin təhsil büdcəsindən oğradığı pullarla aldığı vəsaitlər və xaricə çıxartdığı pulların da siyasi paylaşılacaq. Uğurlar sizə, xoş istirahatlər. Videonu paylaşmağı unutmayın.